Dəyərli izləyicilər, bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Əlavə pensiyalar necə ödəniləcək? Belə ki, qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək. Qlobal.net.com xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün baş kollektiv sazişdə öz əksini tapıb. Bu bildirilir ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarını təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlərin aparılmasına zəruri hesab eləyirlər. Tərəflər həmçinin sığorta pensiya sisteminin müəyyən dayanıqlılığının uzun müddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədi ilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər. Bununla yanaşı vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədi ilə innovativ həllərin tətbiqi dairəsinin genişləndirilməsi hədəflər arasındadır.